Salam, axşamınız xeyir olsun. Mən bu günləri bir məsələni tam istəyirəm Qur'ani referansla ələ alan. Bildiyiniz kimi ənənəvi din adamları Ənbiya surəsinin 107-ci ayəsinə əsasən "Və mə ərsəlnəkə illə rəhmətən lil aləmin" ifadəsini, biz səni göndərdik yalnız aləmlər üçün bir rəhmət olaraq ifadəsini Məhəmməd Peyğəmbərin elə bir sırf özünə aid edərək, yəni bu aləmlər üçün bir rəhmətdir. Burada aləmlər sözünü də əslində birinci əyib bükürlər. Çünki elm sözü ilə əmələ gələn bir kəlmədir. İçində elm, bilgi barındıran şey aləm hesab edilir. Yəni elmi və bilgi vasitəsilə tərbiyə olunan varlığa aləm deyilir. Alim biləndir, məlum bilinəndir, elm bilgidir. Aləm isə həmən bu alim olan Allahın elmi ilə məlumatlandırılan varlığa aləm deyilir. Bilmirəm tam olaraq aydın oldu mu? Bir də təkrar edirəm. Alim olan Allahın elmi ilə məlumatlandırdığı varlığa aləm deyilir. Bu qədər. Yəni bu 18 min aləm, nə bilim 72 min aləm, cansız, canlı da, yəni bu kimi şeylərə də aləm deyirlər. Bu yanlış olduğunu düşünürəm. Yəni Quranın referansına yanlış olduğunu düşünürəm. Niyə? Çünki Quranda aləm sözü sırf olaraq yalnız Allahın öz vəhyi ilə tərbiyələndirdiyi varlığa aləm deyir. Elhamdülillahi Rabbil aləmin. Həmd Allahın vəsfinə, yəni hökmlərlə vəsf etdiyi bir şey olanda ona həmd deyilir. Həmd sözünü də toxunur. Məsələn, əslində Yahudilikdə belə deyək də, öncəki kitablarda həmd kəlməsini hökm deyə mənalandırırlar. Əslində hökm zaten ərəb sözüdür, amma hökmdən Allah bir şeyi vəsf edir, ortaya qoyur. Allah hökmü ilə kafirin nə olduğunu, hökmləri ilə möminin nə olduğunu, yəni ümumi olaraq dini məsələlərini öz hökmləri ilə Allah açıqlayır, tərif eləyir, yəni tanıtdırır. Bax onun adına həmd deyilir. Deyir, yəni hökmləri ilə vəsf etmək. Nəyi? Aləmlərin Rəbbi Allaha məxsusdur. Yəni hökmlə hər şeyi tanıtdırmaq, vəsf etmək həmən elmi qabiliyyəti olanları tərbiyə edən Allaha məxsus olduğunu ortaya qoymuşdur. Keçək mövzumuza. Ənbiya surəsi 107-ci ayə, ayənin açarı rəhmət kimdir və ya nədir sualını ortaya qoyur. Ayə sən özlüyündə rəhmətsən demir. Ayənin qrammatik yükü bunu demir. Ayə deyir, göndərilmə aktının özü aləmlər üçün bir rəhmətdir, göndərilmə. Yəni kim göndərilirsə o rəhmət olur. Yəni Allah bizlərə dəyər verir, rəhmətindəndir ki, bizə elçi göndərir. Odur ki, rəhmətindən dolayı göndərdiyi şey Allahın rəhmətinin simvolik rəmzidir. Yəni Allahın rəhmətini belə deyək də yansıdır, belə də cilvələndirir bizə. Göndərilmə aktının özü aləmlər üçün bir rəhmətdir dedik. Yəni rəhmət şəxs deyil, rəhmət risalənin göndərilməsi. Səbəb təbliğ və xəbərdarlıqdır. Bu Ənbiya surəsi 105, 106, 107-ci ayənin ardıcıllığında tam görülür. 105 zikir danışır, zikirdən söhbət gedir. 106-da bəlağa kəlməsi, təbliğ kəlməsi gəlir və 107-də bu göndərilmənin rəhmət olmasını açıqlamışdır. Amma çox təəssüflər olsun ki, Yahudilərin Musanı belə deyək də fərqləndirərək, halbuki Quranda möminlər o kəslərdir ki, Allahın elçiləri arasında heç bir fərq qoymadan iman edərlər deyir. Eyni Yahudilər Musanı bir növ belə deyək də Allahın dinində ona ortaq qərar verərək, fərqləndirərək, xristianlar eyni şeyi etdilər və müsəlmanlar da bu tələyə Məhəmməd Peyğəmbərin vasitəsilə, yəni onu özlərinə bütləşdirərək, fərqləndirərək, o bütün elçilərin hamısından üstündür, o aləmlərə rəhmətdir, sanki o birisilər rəhmət deyilmiş kimi bir hava əsdirdilər və bir firqət, İslam, müslim olan Allahın dinini bir firqələşdirib, bir məzhəbə, bir təriqətə, yahudilik kimi, xristianlıq kimi bir şeyə çevirdilər. Yəni çox təəssüflər olsun. Əgər risalə olmasa, nə rəhmət qalır, nə də mənası qalır. Bu sənin belə deyim, iddian əgər üzərindən gedir o rəhmətdir, onda risalət olmadan da, vəhy olmadan da gərək bu rəhmət olsun. Halbuki belə bir şey oturmur. Deməli, Nəbi Rəsulların və yaxud da Muhammed Nəbinin rəhmət olması üçün vəhyin gəlməsi, onun rəsulluq məqamına seçilməsi, onun risaləti təbliğ etməsi şərtdir ki, o zaman rəhmət olur. Deməli, şərtə bağlıdır rəhmət məsələsi. Deməli, Maidə surəsi 67-ci ilə bu ayəni kilitləmək olar. Çünki Maidə surəsi 67-ci ayə təbliğ etməsən, risaləni yerinə yetirməmisən. Burada deməli, rəhmət çatdırılan ilahi mesaj olduğunu, bir təbliğ olduğunu ortaya qoyur. O zaman rəhmət görəvini, yəni insanlara Allahın rəhmətini tamamlamaq məsələsi ortaya çıxmış olur. Aləmlərə rəhmət hamıya xilas demək deyil. Yəni, məsələn, belə deyək də, bu rəhmətdirsə də gərək hamı xilas olsun.
Amma biz baxırıq görürük ki, hamıya xilas olunmur, hamı üçün xilas deyil. Tövbə surəsinin 61-ci ayəsində Allah açıq bir fərq göstərir. Deyir, o iman edənlər üçün bir rəhmətdir. Möminlər üçün bir rəhmətdir. Siz deyirsiniz ki, aləmlər üçün. Amma Quran Tövbə 61-də möminlər üçün rəhmət olduğunu ortaya qoyur. Yəni, buradan anlaşılır ki, əslində o rəhmətdən faydalanmaq üçün bizim iman etməyimiz şərtdir. Yaxşı, nəyə? Həmən Nəbi Rəsulun bizə təbliğ etdiyi vəhyə iman etdiyimiz zaman o rəhmət bizə şamil olur. Burada əslində vəhyin, rəhmətin özü olduğunu zaten ortaya qoyur ayə. Bu məsələ məncə aydındır bu qədərində. O iman edənlər üçün bir rəhmətdir. Bu ayə çox belə deyək, stratejik bir ayədir. Çünki açıqlayır ki, rəhmətin faydasını imanla məhdudlaşdırır Allah burada. Amma çatdırılmasını hamıya açıq saxlayır. Yəni hamı təbliğ olunur, amma iman edənlərə rəhmət şamil olunur. Yəni çağırış ümumidir, nəticə şərtlidir. Bu Quranda standart qanundur. Hidayət təklifdir, məcburiyyət deyil. Amma iman nədir? Gətirdiyin zaman o rəhmət dairəsinə daxil olmuş olursan. Rəhmət yalnız Allahdandır. Rəsul mənbə deyil yəni. Rəhmətin mənbəyi, qaynağı Allahdır yəni. Ona görə də Fatır surəsinin 35-ci surənin 2-ci ayəsi burada qırmızı xəttir bir növ. Bir cizgi qoyur ortada. Allahın açdığı rəhməti heç kim saxlaya bilməz. Bu ayə ilə Rəsul paylayıcı deyil, Rəsul mənbə deyil, Rəsul vasitədir bir növ. Rəhmətin bizə çatması üçün elə belə deyək də, bir suyun bir evə gəlməsi üçün boru, krant, bunlar bir vasitə olduğu kimi, əsas suyun mənbəyi Allahdır və o suyu o kanalla bizə çatdırdığı kimi Allah da öz rəhmətini, bulut rəhmət qaynağı deyil. Aydındır, o bulutdur, yağışdır, bunlar hamısı Allahın bizə öz rəhmətini çatdırması üçün bir vasitədir yəni. Oydur ki, biz neymətin özünə nisbət yox, sahibinə nisbət verməklə işin içindən doğru şəkildə çıxa bilərik yəni. Əgər Rəsul özlüyündə rəhmət mənbəyi olsaydı, etsə artıq vasitəni mənbə yerinə qoymuş olursan. Bu doğru bir şey olmur. Bu isə Qur'ani baxımdan şirk riskidir. Adamı şirkə aparar bu məsələ. Bir adam Məhəmməd Nəbinin mütləq bir rəhmətin qaynağı olaraq görməsi, bu həqiqətən də alternativlik ortaya qoyur və rəhmət sifətində artığa Allaha ortaq qoşmuş oluruq ki, bundan da Allaha sığınıram. Əvvəlki elçilərlə də rəhmət, elçilər də rəhmət idi, fərqləndirmə yoxdur yəni. Bu çox yerində bir belə deyim də fikirdir ki, Hud surəsi 17-ci ayədə və Ənam surəsinin 6-cı surənin 54-cü ayəsindədir. Musa kitabı iman və rəhmət. Quran rəhmət, Rəsullar rəhmətlə göndərilən xəbərdarçılar olaraq bizə göstərilmişdir. Bəqərə surəsi 285-ci bir ayənin prinsipinə oturur ki, biz rəsullar arasında fərq qoymuruq. Əgər bir adam Məhəmməd Allahın göndərdiyi bir rəhmət deyirsə və bu rəhməti yalnız Məhəmmədə nisbət verirsə, burada Bəqərə surəsi 85-ci ayətin ziddinə getmiş olar. Biz rəsullar arasında fərq qoymuruq. Deməli, Məhəmməd Nəbini metafizik üstün varlıq etmək, onu kainatın səbəbi kimi təqdim etmək Quranla davan-davana ziddiyyətlidir. Peyğəmbərlərin belə deyək, el arasındakı təbirə görə deyək, yəni Nəbi rəsulların rəhməti metoddur, mahiyyət deyildir. Ali İmran surəsi 159 bu məsələni dəqiqləşdirir. Allahın mərhəməti sayəsində sən yumşaq davrandın deyir. Burada mərhəmət Allahdan, təsiri əxlaqda görünür. Yəni Peyğəmbər mərhəmətli davranır. Çünki Allahın rəhməti ilə yönləndirilir. Bu onu ilahiləşdirmir, əksinə qulluq mövqeyində saxlayır. Sonra başqa bir prizmadan yanaşaq məsələ. Zamanlar üstü rəhmət necə olur? Yəni zamanların üstündə bir rəhmət təsəvvürü qoyursunuz ortalığa. Yəni davamlı olaraq keçmiş zamanda da, bu gündə də, indən belə gələcək zamana nisbətdə hər zaman rəhmətdir. Belə bir formada rəhmət necə olur düşüncəsini bir fikirləşin. Yəni bir bəşərin zaman üstü rəhmət qaynağı olması və yaxud da rəhmət, aləmlərə rəhmət olması zaman üstü, zaman dışı. Necə olur bu? Hər zamana aid necə ola bilir? Ənam surəsi 19-cu ayə burada bir növ belə deyək də haçar ayədir. Qızıl ayə kimi oturur. Bu Quran mənə vəhy olundu ki, onunla sizləri və çatdığı hər kəsi xəbərdar edim. Deməli, rəhmət zamanla məhdud deyil, çünki mesaj qalıcıdır. Peyğəmbər ölümlüdür, risalə diridir. Onu təbliğ edən, rəsulluq edənlər isə qalıcı deyirlər yəni. Əgər Nəbi rəsulların şəxsini mərkəzə qoysan, zaman bitər. Risaləni mərkəzə qoysan, qiyamətə qədər davam edər. Tutdunuz yəqin ki, nə demək istədiyimi? Yəni, əslində rəhmətin Allahın kitabı olduğu ortaya çıxmış olur burada. Nəticə olaraq, mənim mövqeyimin Qur'ani baxımdan ortaya qoysaq, bu nədir deyə bir sual qoysaq, bu paylaşdığım məqaləmdə
Mövqeyim budur və Qur'anla tam üst-üstə düşür ki, rəhmət şəxs deyil, göndərilmədir. Aydındır? Yəni göndərilmədir rəhmət, risalətdir rəhmət. Mənbə Allahdır, yəni göndərən qaynaq Allahdır. Rəsul isə bu rəhmətin, yəni Nəbi Rəsul isə vasitədir. Faydalananların, yəni iman edənlərin bu rəhmət onlara aid olduğunu görürük. Üçüncü olaraq bir də təkrar edək. 1. Rəhmət şəxs deyil, göndərilmədir. 2. Mənbə Allahdır, Rəsul isə vasitədir. 3. Faydalananlar iman edənlərdir, möminlərdir. 4. Çağırış bütün aləmlər üçündür. Yəni elm vasitəsilə tərbiyə olunan, elmi qabiliyyətdə olanlar üçündür. 5. Heç bir rəsul bütləşdirilə bilməz. 6. Rəsullar arasında ontoloji fərq yoxdur. 7. Üstünlük risalədədir, şəxsdə deyildir. Bəli. Nəticə etibarı ilə mənim ortaya qoyduğum bu Ənbiya 107-yə əsasən bu sual ritorikdir, amma cavabı qətidir. Risaləni çıxarsan, Rəsuldan rəhmət qalmaz. Risaləni ortaya qoysaq, o zaman rəhmət məsələsi ortaya çıxar. Bu həm Qur'anın məntiqidir, həm də insan olaraq bizim bu məqaləni bu şəkildə oxuduğumuz zaman bu ortaya çıxmış olur. Bu bir sütundur yəni. Allah hamımızdan razı olsun.